Ağdaş rayonunda meşələrin bərpası və artırılması istiqamətində işlər davam etdirilir. İl ərzində rayon ərazisində meşə sahəsinin 70 hektar artırılması nəzərdə tutulur. Bu il ərzində Ağdaş rayonunun kür ətrafı ərazilərində 70 hektar sahədə yeni meşələrin salınması nəzərdə tutulub. Artıq yaz mövsümündə 30 hektarda 75 min qovaq, göyrük, palıd, akasiya, iydə və meliya ağaçları əkilib. 300 hektarda isə mexaniki xidmət işləri görülüb. 500 hektar sahə suvarılıb. Müəssisənin nəzdindəki 7 hektar tinç sahəsinin 4 hektarında böyütmə, kökləndirmə, səpin işləri həyata keçirilib. Hazırda 1 hektar sahədə, 1,5 hektar sahədə səpin şöbəsi yaradılmışdır və bura 220 kiloqramdan artıq toxum səpin aparılmışdır və 3 hektar sahədə böyütmə şöbəsi il ərzində salınmalıdır ki, bunun da 2,5 hektar sahədə böyütmə şöbəsi salınmışdır və burada 100 min ədəd toxumazar sərf edilmişdir. Çilik kökləndirmə sistemi də 1 hektar ərazidə salınmalıdır və bunu da müəssisəmiz tərəfindən həyata keçirilmişdir. 1 hektar sahədə 50 min ədəd kökləndirmə şöbəsi, nar çilik kökləndirmə, çınar, qızılgül, zeytun və s. cinslərdən biz çilik kökləndirmə şöbəsi salmışdıq. Ağdaşda payız mövsümündə daha 40 hektar sahədə yeni meşələr salınacaq. İlin sonuna dək 20 hektarda əlavə doldurma işləri aparılacaq. 2000 hektar ərazi suvarılacaq. Qeyd edək ki, Ağdaş rayon meşə mühafizəsi və bərpası müəssisəsi Ağdaş, Ağzıbir və Ucar meşə bəyliklərindən ibarətdir. Müəssisənin nəzdində 7470 hektar meşə sahəsi var. Şahin Qurbanzadə, Elçin Baxşalızadə, Ramin Ələsgərov, Ağdaş.